Allahümme salli ala Muhammed ve ali Muhammed. Əbu Süfyana, Muaviyə, Yezdət, Cümrə hərbələ, Qos, Rəsil, sana Allah lənət olsun. Salam Peyğəmbər Peyğəmbər. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rəmdə gəlir hamımızın əlimizdən tutur, bir addım bizi aparır. Qiyamətdə Allah bizdən soruşacaq, aparacaq biz İmam Hüseynin huzuruna. Deyəcək, bunun vasitəsi ilə mən sizə mənəvi təmizlənmə bəxş elədim. Bəs niyə bu yolu davam eləmədiniz? Siz nə istəyirdiniz? Sizin təmizlənmək üçün hər ay bir dənə qurban gətirməliydim qurbancaha. Sizin təmizlənmək üçün gərək hər ayda bir dənə Fatımənin balası öldürülməliydi ki, siz ıslah olasınız. Bu bir ayı, bu 10 günü ki sən kimin vasitəsi ilə təmizlənirsən, onu davam elə ilin o birisi vaxtlarında. Ən azı hər gün üzü qibləyə otur dinən Əssəlamu aleykə ya Əbu Abdullah. Bunu davam elə gələn ilə qədər. Bu mənəvi halı özündə yarad, öz daxilində yarad. İmam Hüseyin əleyhissalamın möcüzəsi bundadır ki, gəlir bizim əlimizdən tutur bir anın içində elə bir dərəcəyə çatdırır ki, biz mən dairəsindən çıxırıq. Biz axırı yoruluruq, nə qədər olar səhərdən axşamacan mənim ailəm, mənim cibim, mənim maşınım, mənim evim, şəxsi qayğılar bir anın içində biz bura gəlirik, unuduruq bunun hamısını. Yəni İslam nəyə deyir? İslam elə bunu deyir ki, özü unut. İnsan özünü unutsa, məndən xaric olsa, həm fərdi baxımdan Allaha qovuşar, həm ictimai baxımdan cəmiyyətdə işlər düzələr. Bizim bir millət olaraq bugünkü gündə ən əsas problemimiz bundadır ki, bizim hər birimiz daha çox özümüzü düşünürük. İmam Hüseyin əzası bunu bizə unutturur. İnsanın qəlbi səfalı olur bu ayda. İnsanın ürəyi təmizlənir bu ayda. Elə fikirləşməyin ki, mən ağlamağı təbliğ edirəm, yəni bu baxımdan ki, bəzi insanlar var, deyir, nə istəyirsən elə, Hüseynə ağla, günahın bağışlanar, sonra get, nə istəyirsən elə. Bu yanlış təfəkkürdür. Bu göz yaşı birinci addımdır. Əgər bu göz yaşından sonra təmizlənmə davam eləməsə, mən neçə adamlar görmüşəm ki, bir zaman oturub İmam Hüseynə elə ağlayıb, göz yaşı töküb, indi elə bir vəziyyətdədir ki, danışdırmışam, görmüşəm ki, İmam Hüseyin əleyhissalamı düşmən bilir özünə. Bugünkü gündə şəxsən onun şahidi olmuşam. Məhərrəm bunun üçündür ki, insana ilk təkanı versin. Hər il 10 gün İmam Hüseyin əleyhissalam Allah gör nə qədər bizi çox istəyir ki, nə qədər bizə məhəbbəti var ki, bizim təkamülümüz üçün ən əziz bəndəsini gətirdi, Kərbəlada doğradı. Bismillahirrahmanirrahim. Nisa surəsinin 58-ci ayəsində Allah təala buyurur ki, Allah əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmin edir. Ənfal surəsi ayə 27-sində də buyurur ki, bilə-bilə Allaha, onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin. Çox da Allah kömək olsun. Allah qəbul eləsin. Nə niyyətə verirsən zabuya, insana. Allah sənə ömür versin ki, həmişə beləsinə işlərdə məşğul olarsan. Sağ ol, sağ ol. Bu mənəmi görək. Peyğəmbər sallallahu buyurur ki, hər kimsə müsəlmanın qeybətini edirsə, onun oruç namazı batıldır. Hicr surəsinin ayə 12-də buyurur ki, kim qeybət edən elə bilsin ki, qırılmış qardaşının ətini yiyir. Allah köməyli olsun. Bismillahirrahmanirrahim. Bəqərə surəsi ayə 172-də ey iman gətirənlər, rozumuzu etdiyiniz pak şeylərdən yiyin və
Əgər Allaha ibadət edirsə, ona şükür edin. Səbab surəsi ayə 13-də bəndələrimizdən mənə şükür edən azdır. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu buyurmuşdur ki, qonşusunun içindən qonşusu qaçkən özü tox yatan mənə iman gətirməmişdir. Peyğəmbər sallallahu buyurmuşdur, əgər cəmaat bir şəxsin dilindən qorsa, o şəxs cəhənnəm əhlidir. Ağam buyursun, buyursun da bir kəmədim mənim Mirqabil ağam. Kəndini seyri, Allah sizə bərəkət versin ki, hesabda o məscid Allah'ı dərfə. Çünki qiyamətdə məsciddə nədir? Şəfaatçıdırlar. Həm də şikayətçi olacaqlar. Arzuları yerinə yetişsin. Çox sağ ol ki, bugünkü bu ziyarəti, yəni demək olar ki, sən təşkil eləmişsən, Allah sənin umutları yerinə yetişsin. Çox sağ ol, Allah qardaş sizinlə bahəm. Nəhl surəsi ayə 105-də buyurulur, yalan ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Həd surəsi ayə 30-da da buyurulur, murdar bütlərdən qaçın və yalan sözlərindən çəkinin. Əhəd qardaşım buyursun. Bismillahirrahmanirrahim. Bəqərə surəsi ayə 42-də deyilir, Haqqa nahaq batil don geydirməyin. Haqqı bilərəkdən gizlətməyin. Yenə Bəqərə surəsi ayə 284-də Allah Teala buyurur, siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizin hesab çəkəcək. Bismillahirrahmanirrahim. Ali İmran surəsi 144-cü ayə. Allahın öz lütf və rəhmətindən onlara verdiyi elm və dövlətdən insanlara ehsan etməkdə xəsislik edənlər, bunları öz xeyirlərinə bilməsinlər. Əksinə, xəsislik etdikləri şeylər qiyamət günü zəncir tək onların boyunlarının boyunduruğu olacaqdır. Bismillahirrahmanirrahim. Allah Teala Nur surəsinin 12-ci ayəsində buyurur, subay kişiləri və əsir qadınları, kənizləri və qulları bir-biri ilə evləndirin. Kənizləri, ta ki möminlər arasında subay kişi və əsir qadın qalmasın. Kasıbçılıqdan qorxmayın. Əgər kişi və qadın kasıbdırsa, Allah öz lütfü ilə onları ehtiyatsız edəcək. Allah bəndələrindən xəbərdardır. Allah qəbul etsin, qardaş. Bismillahirrahmanirrahim. Bəqərə surəsi ayə 173-dən, Nəhl 115-dən Allah sizə ancaq ölü heyvanların qanı, donuz əti və kəsilərkən Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Əgər kimsə onların yemək məcburiyyətində qalsa, ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə onun üçün günah yoxdur. Allah çox bağışlayan və mehribandır. Allah qəbul etsin. Buyursun Namus qardaşımız. Bismillahirrahmanirrahim. Loğman surəsi 17-ci ayə. Ey oğlum, namaz qıl, insanları yaxşı işlər görməyə əmr et, pis işləri qadağan eylə. Sağ ol, çox sağ ol. Bismillahirrahmanirrahim. Daha surəsi ayə 14-də. Mənəm o Allah ki, məndən qeyri tanrı yoxdur. Məni ibadət et və məni yad etməkdən ötürü namaz qıl. Daha surəsi 124-də. Məni yad etməkdən üz döndərən kəsi qiyamət günü məşhərə kör gətirəcək. Buyursun qardaşım var. Huzurət surəsi ayə 12-də buyurulur. Ey iman gətirənlər! Çox zənnə cümana qapılmaqdan çəkinin. Bir-birinizin eybini, sirrini arayıb axtarmayın. Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?
Allahdan qorxun, həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Bismillahirrahmanirrahim. Müqəddəs Qur'an-ı Kərimdə Bəqərə surəsində buyurulur ki, Allah alveri halal, sələmini isə haram buyurmuşdur. Bəqərə surəsi ayə 279-da əgər sələmini tərk etməzsiniz, elə bilin ki, Allah və onun Peyğəmbəri ilə müharibəyə qalxmışsınız. Hətta surəsi ayə 30-34-də buyurmuşdur. Onu tutun və qandallayın, sonra onu cəhənnəmə atıb yandırın, sonra isə uzunluğu 70 arşın olan zəncirlə bağlayın, çünki o böyük Allaha inanmırdı və heç vaxt nə özünün, nə də başqalarını kasıba və ehtiyacı olana yemək verməyə həvəsləndirmirdi. Taha surəsi ayə 112-dən Mömin olaraq yaxşı işlər görür, kəs əslində zülümdən və haqqının kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçilməsindən. Bismillahirrahmanirrahim. Maidə surəsi 44-də, ayə 44-də belə deyilir ki, bəli, belə isə insanlardan qorxmayın, tək Allahdan qorxun. Tövbə surəsində ayə 13-də, əgər həqiqi möminlərdənsinizsə, bilin ki, əslində qorxmalı olan yalnız tək şey Allahdır. Fatih surəsi ayə 28-də Allahdan yalnız alim, elmli insanlar qorxurlar. Ali İmran surəsi ayə 104-cü ayə sizin aranızda insanları xeyir işlərə dəvət edən olsun. Gərək çətinliklərdən və pis işlərdən uzaqlaşdırmaq üçün. Onların bir dəstə olsun. Maide surəsi ayə 63-də isə insanların yaxşı işlərlə dəvət etməyə və pis işlərdən uzaqlaşdırmaq, çəkindirməyə çox pis görülürsün. Bismillahirrahmanirrahim. İbrahim surəsi ayə 40-da İbrahim Peyğəmbərin dilində deyilir. Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarım da. Peyğəmbər əleyhissalam buyurur, namazdan sonra ilk soruşulacaq şey qonşular haqdadır. Allah qabul etsin. Bismillahirrahmanirrahim. Quran ayələrindən birində belə yazılmışdır. Sən nə qədər savab iş görsən də, sən nə qədər savab işlər görsən də və nə qədər düzgün yol geçsən də, sən öz valideynini, qonşuluğu üzünə pis baxsan, onlarla pisrət edəsən, sənin heç bir savab işin onların qəbul olunmayacaq. Burada da bir ayə var, Mütəffifin surəsi ayə 1-dən 5-də deyilir. Vay halına çəkidə və ölçüdə aldalanların o kəslərin halına ki, özləri insanları aldığı şeydə Allahdır. İnsanlar üçün ölçüdə vəfa çəkdiyi isə onu əskidə, məgər onlar öləndən sonra diriləcəklərini düşünmürlərmi? Özü də dəhşətli gündə. Bismillahirrahmanirrahim. Allah Teala Quran-ı Kərimdə Müddəssir surəsinin 43-cü ayələrində buyurmuşdur. Cənnət əhli cəhənnəm əhlindən soruşar. Siz bura niyə düşmüşsünüz? Cəhənnəm əhli cavab verər. Bizim bura düşməyimizə səbəb namazımızın və yetmə yoxsula ihsan etməyimizin olmamasıdır. Sağ ol. Bismillahirrahmanirrahim. İnsan günah etməklə qəlbi qəsalətləri, onun da nəticəsində Allah Quran-ı Kərimdə Rum surəsinin 52 və 53-cü ayələrində buyurur ki, şübhəsiz sən qəlbi şübhəsiz sən ölüləri və sənin dəvətinə arxa çevirib gedən karlara çatdıra bilməzsən və sən qəlbi ölmüş şəxsləri düz yola gətirə bilməzsən. Bizim ayələrimizi yalnız iman gətirmiş şəxslərə eşidə bilərsən. Bismillahirrahmanirrahim. Nur surəsi 22-də buyurmuşdur. Sizdən imkanı olanlarınız
qohumlara, yoxsullara, Allah yolunda hicrət edilənlərə kömək etsin, təşviq etsin və simizlik etməsinlər. Onlar buna görə üz çevirməyin, onları bağışlayın. Məgər Allahın sizi bağışlamağınızı istəmirsinizmi? Sağ ol. Bismillahirrahmanirrahim. Furqan surəsi ayə 70-də buyurulur. Allah tövbə edən, iman gətirən və yaxşı işlər görən kəslərin günahlarını yaxşılıqlara çevirər. Nurə surəsi ayə 27-də ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almadan getməyin. Allah buyurur ki, valideynin üzünə ağ olan evlatları heç vaxt namazın qəbul etmir. Bəqərə surəsi ayə 177-də yaxşı vaxtı üzünüzü gün çıxana və ya gün batana çevirməklə deyil. Yaxşı əməl odur ki, insan Allaha, axirət gününə, mələkələrə, kitab və peyğəmbərlərə inanıb olanlardan Allahın yolunda xərcləsin. Kafir surəsi ayə 60-da Rəbbimiz buyurdu, mənə çağırın ki, məndə duanızı qəbul edim. Mənə ibadət etməyi özünə sıxışdırma. Yalanlar tezliklə xar və xəcalətli halda cəhənnəmə daxil olacaqlar. Bir yıldır qardaşım, evlat ata öləndən sonra ağ evlat ola biləcək. Bizim de qardaşımız xəstədir, başlanlar, mən deyəcəm, o mənə bir ad yeri. Deməli, qardaş deyir ki, evlat ata-ana dünyasını dəyişəndən sonra ağ evlat ola bilər. Necə? Peyğəmbərdə hədisdə budur. Yəni, dünyada ata-ananın qədrini bilməzsən, üzünə ağ olarsan, ağ val deyirsən. Amma Peyğəmbər budur ki, insan ki, ata-anası dünyasını dəyişdirib, qardaş oy demək istəyirdi. Dünyasını dəyişdirib, əgər ata-ananı yada salmasın, onun qədrini ziyarət eləməsin, namaz qılıb, ona ehsan etməsin. Məsələn, imamlara, övliyalara namaz qıl, həcə namaz qılırsın, onun savabın ata-anıma göndərməsin, onların əvəzindən ehsan eləməsin, sədəqə verməsin, ata-anı dünyasını dəyişəndən sonra ya da salmasın, ağ valideyn olsan. Həmin şeydir. İstər bu dünyada ata-ana dilidir ağ valideyn olar, bəziləri valideyn öləndən sonra ağ valideyn olurlar. Yəni, ata-ana dünyasını dəyişəndən sonra ata-ana sanki bir yanınızdadır. Ondan Allah namazı Allah'dan bağışlamağını istiyor. Onun qəza namazlarını qılır, onun əvəzindən sədəqə verir, onun əvəzindən ehsan edir. Ki, ata orada bağışlansın. Bəli, bu işlə eləməyən, qəbrəstanlığı ziyarət eləməyən, valideynlərin qəbirlərini ziyarət eləməyən, onlara ehsan eləməyən, onların bağışlanı diləməyənlər qarda çox sağ düzət ki, ağ valideyn sayır, onlar da ağ valideyn sayır. Allah sizdən razı olsun, Allah hamımızın kömək olsun. Allah öz Allahlığı təklif buyurur, öz cəsəlalıq xatirinə, Kərim-i Rəhimi xatirinə, 12 man, 5 kim, 14 mətum, Kərbəla şəhidlər hörməti xatirinə, 124 Peyğəmbər hörməti xatirinə, orucluq ayı hörmətinə ağır, orucdan nazır olan Quran-ı Kərimin hörməti xatirinə, Quran-ı Kərim nazır olub Qədir gecəsində, Qədir gecəsində hörmətinə xatir və ona yaxşın vasitə öz rəhmətinə xatir, bütün möminlər günahlarını bağışlasın. Bizləri ona tövbə edənlərdən, tövbəsi qəbul olanlardan, tövbə rəsul olanlardan qərar versin. Bizi salih bədən bəndələrindən qərar versin. Bu yolda sabit qədəm olmadı, minnət qoy bizi hidayət edib. Minnət qoy bizi sabit qədəm bəndələrindən qərar versin. Və gələcək evladlarımızı ona ixlas, ibadət, sadin, əməl, salih bəndələrdən qərar versin. Peyğəmbərə. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hərrəm bunun üçündür ki, insana ilk təşanı versin. Hər 10 gün İmam Hüseyin əleyhissalam Allah gör nə qədər bizi çox istəyir ki, nə qədər bizə məhəbbəti var ki, bizim təkamülümüz üçün ən əziz bəndəsini gətirdi, Kərbəlada doğradı. Ən əziz bəndəsi qurban getdi, onun ən əziz insanları şəhid oldu, onun qızlarının o qədər başına müsibət gəldi ki, onların hamısını qəbul elədi. O vasitə ilə
Bir illik yolu bu 10 gündə bizə bir anın içində aparır. Amma dalını özümüz görək aparar. Dalını özümüz gedək. Bu gözəl bir qəmdir, əziyyətsiz qəm. Qəm çək təmizdən, əziyyəti İmam Hüseynin olsun, ləzzəti sənin. Belə çıxırda nəticə olur. Sənə ki bir şey eləməyirlər. Səni ki vurmurlar. Sən qəm çəkirsən, qüssə çəkirsən, təmizlənirsən, islah olursan, ləzzət alırsan bu gözyaşından, əzadarlıqdan, əziyyət İmam Hüseyin əleyhissalam. O deyir, mən buna razıyam. Sizin islah olmağınız üçün kəş mənim uşaqlarımı döysünlər, mən buna razıyam. Siz əmin-amanlıqda yaşayın. Siz rahat olun. Amma mənim şəhid olmağımla siz islah olun. Siz bu göz yaşları vasitə olsun ki, siz kamilləşəsiniz. Əməl baxımından mənə yaxınlaşasınız. İmam Hüseynin əzəməti bilirsiniz nədir? Bax, bundadır İmam Hüseynin. Bir Quranı mənim üçün xətm eləsələr, öz diriliyimdə oxuduğum bir ayə ondan daha üstündür. Mənim üçün, sənin üçün, hər bir insan üçün. Başqasının göndərdiyi savabdansa özüm elədiyim savabın dəyəri çox böyükdür. Odur ki, dünyadan köçən insanlar belə şeylərin həsrətindədir. Bütün yer üzündə hədisdə var, Allaha yönələn ən sevimli şey duadır. Allahın rəhmətindən naümid olmayın. İnsanların ehtiyaclarından Allahın xəbəri var. Allah bilir biz nə istəyirik. Amma xoşu gəlir, biz ondan istəyək. Biz ondan dua eləyək, çağıraq onu. Çünki bu dua eləməyin özü bir ibadətdir. Duanın özü də bir ibadətdir. Özü də ibadətlərin ən üstünüdür, hədisdə var. Əlini qaldırasan Allahın dərgahının nəsə istəyəsən. O istədiyi şeyi verməsələr də ibadətlə əvəz verəcəklər, ibadət eləməyi var. İnsan dərdi yoxdursa, istəyi yoxdursa o insandır. Dərdlərinin dərmanı da duadır insanın. İnnə indəllah mənzilətən la təmanu illa bil məsələ. Peyğəmbər buyurur, Allah yanında bir dərəcə var ki, o dərəcə ancaq dua eləyənlərə verilir. Necə İmam Hüseyin ağaya dedi Allah, Peyğəmbər dedi. Dedi, sənin üçün bir dərəcə var cənnətdə ki, o dərəcəyə ancaq şəhid olmaqla çata bilərsən. Buna başqa yol yoxdur. İstəyirsənsə o dərəcəyə çatasan, gərək o şeylərə, hadisələrə razı olasan. Bir də deyir ki, dua eləyənlər üçün elə bir məqam var ki, dua eləməkdən başqa heç nəylə o məqama çata bilməzlər. İnsan ümid yaransa insanda, şövq yaransa, insan axirət barədə, dünya barədə istəklərini Allaha deyər. Deyər, Allah, rəhm elə ölüm anıma, rəhm elə qəbirdə təklimə, o ki, yaxın adamlarım məni qoyub gedəcək, o zaman ancaq sən qalacaqsan mən. O zaman mənə rəhm elə. Bütün yaxınlarım məni tərk edib gedən zaman. Azına şükür eləyər. Milyardlarla insanların içində mənə icazə vermirsən, dəstəmaz alan, gələn sənin huzurunda iki rükət namazı qılan. Bu balaca neymətdir. Biz bu şeyləri adiləşdirmişik, elə bilirik, bu asan məsələdir. Amma mərifəti olan adamlar deyir ki, gör, mən kiməm ki, sən mənə icazə vermirsən? Bir vəzifəli adamın qapısına getmək üçün ayla növbəyə dayanmaq lazımdır. Aləmlərin Rəbbisən, bir dəstəmaz alıb icazə verirsən ki, istədiyin vaxt gələn sənin huzurunda dayanam, sənə səcdə edirəm. Bu böyük bir neymətdir ki, Allah icazə verib bizə ona səcdə eləyək. Bu mənəvi neymətlərə insan şükür eləyər. Biz ancaq bizə nəsə yetirəndə bir şükür sənə və hansısa bəlanı bizdən uzaqlaşdıranda bir şükür sənə ki, maşın məni vuracaqdı, vurmadı. Biz adətən belə halda, biraz cibimizə bir şey gələndə şükür edirik, bir də nədənsə bizi qorudu, gözümüzlə görəndə onda yadımıza düşür ki, Allah bizi qorudu. Amma bir dəfə şükür eləmirik ki, ilahi, əlhəmdülillah, sən mənim mövlamsan. Əlhəmdülillah ki, sən mənim ağamsan. Şükür olsun sənə ki, mənə icazə vermirsən, sənə bəndəlik eləyim. Məni dəvət eləmirsən ki, sənin qapıya gələ bilim. Belə halda olarsa, onda insan bəlaya da şükür eləyər. İmam Sadiq əleyhissalam buyurur ki, biz bəlalardan elə ləzzət alırıq ki, siz neymətlərdən elə ləzzət almışsınız. İmam Sadiq əleyhissalam. Bizə Allah bəla göndərəndə deyir, nə yaxşı məni sayıb,
Mənə Allah bəla nazil eləyib. Mənə hörmət eləyib. Bəla bizə Allahın hədiyyəsidir. Ondan sonra dedi ki, bir də bilirsən nəyə şükür edirəm? Şükür edirəm ki, Allah əlimi məndən alıb. Yəqin ki, bəlkə də bu əllə bir xəyanət eləyəcəkdim, günah eləyəcəkdim, Allah icazə vermir. Şükür Allaha ki, Allah ayağımı əlimdən alıb. Bəlkə də bu ayağım olsaydı, günah yerə gedəcəkdim. Şükür edirəm Allaha ki, gözümü alıb. Bəlkə də gözüm olsaydı, harama baxacaqdım. Haram bir iş görəcəkdim. Bunların hamısına görə şükür edirəm. Siz xəstə kimisiniz, Peyğəmbər dedi. Aləmlərin Rəbbi olan Allah isə həkim kimidir. Xəstənin məsləhəti budur ki, gedə həkimə qulaq asa deyə ki, məsləhətim nədir? Ya yağlı yemə, deyən baş üstə. Duzlu yemə, deyən baş üstə. Filan şey qəbul elə, deyən baş üstə. Biz də gərək taleyimizi ona həvalə eləyək, o bəlalar cəhərdən bizə göndərib, bilək ki, o bizim xeyrimizədir. O bilir, o təbibdir, qüdrəti var. Nəyə görə bizim istədiyimizi bizə vermir? Bəzən biz istəyirik bizim maşınımız olsun, evimizdə olsun, filan, amma o bilir ki, bəzən bu şeylər bizi ondan uzaq salacaq. Ondan uzaqlaşdıracaq. Bir nəfər arif adamın mən kitabında oxudum, deyir ki, soruşdular bundan ki, necə oldu ki, sən bir məqama çatdın, belə bir məqama? Dedi ki, mən bir dəfə dua elədim Allaha, ilahi, mənim yanımda ən əziz olan şeyi məndən al, öz yanımda ən əziz olan şeyi mənə ver. Mən bu duanı elədim, xəbər çatdı ki, oğlum dünyadan çıxdı. Mən bildim ki, bu mən Allahdan ayrılmış. Əlbəttə, insan övladını gərək çox istəsin, şübhəsiz. Amma bəzən görsən, o məhəbbətlər həddən artıq çox olur. Allah da bizə nəyisə inayət eləmək üçün nəyisə əlimizdən alır artıq. Allah istəyir biz hamımız cənnətə gedək, amma bir neçə günah eləmişik və tövbəni də layiqli eləmirik. Allah bəzən bizə bəla göndərir ki, o bəlalarla günahları yusun, günah maniyəsi aradan geçsin ki, biz cənnətə gedək. Çünki hər günahın layiqli tövbəsini biz eləyə bilmirik. O günah bizim boynumuzda qalır, onda Allah... Peyğəmbərə, Allahümmə salli ala Muhammed və ali Muhammed. Bir iki dənə buna bəla verim ki, bu günahın təsiri ürəyindən çıxsın. Ondan sonra dedi ki, ay Musa, həmin o qadın, səndən bir istəyim var. Musa aleyhissalam soruşdu ki, hacətin var, dedi, mənim bir qızım var ki, ona həddən artıq könül bağlamışam, mən Allahdan uzaq salır. Dua elə ki, Allah onun məhəbbətini bir vasitə ilə mənim ürəyimdən istər. Həzrət Musa dua elədi və çıxdı getdi. Çıxartsın, yenə deyirəm, bu mənaya yox ki, insan gerək başqalarını istəməyər. İnsan bəzən başa düşür ki, nəyəsə həddən artıq könül bağlayır. Və Allah da bəzən o şeyləri insanın əlindən almaqla insanlara əslində neymət verir. Həzrəti Musa, Allah Həzrəti Musaya vəhy elədi, dedi ki, ay Musa, məni sev, məni çox istər və bəndələrimə də dinən ki, məni çox istəsinlər. Həzrəti Musa dedi ki, mən səni çox istəyirəm və istəyərəm də, amma necə bəndələrə deyim ki, səni çox istəsinlər? Allah belə cavab verdi, dedi ki, ay Musa, mənim bəlalarımın sirrini onlara başa sal, onda məni çox istəyərlər. Onlar bəzən məndən küsür bəlalara görə, sən onları başa salsan ki, bəlalar özü neymətdir, bəlalarımın sirrini onlara açsan əgər, onlar bilsələr bəlada nə qədər bərəkət var, o zaman məni çox istəyərlər. O zaman məhəbbət insanın ürəyinə daxil edir. O məhəbbətdən mən öz ünvanıma deyirəm, bir zərrə mənim ürəyimdə yoxdur. Çünki bir zərrə adamın ürəyində Allahın məhəbbəti olarsa, insanın dəqiq halında dəyişiklik olur. Bugün nəsə söz elə Həzrət Musadan gəldi, Tur dağına gedirdi, bir nəfər dedi ki, ay Allahın Peyğəmbəri, Allahından istə bir zərrə məhəbbətindən ürəyimə salsın, bir zərrə. Həzrət Musa münacat eləyəndən sonra ilahi, bir bəndə gördüm, bəndələrindən biri idi, istədi ki, onun ürəyinə sənin məhəbbətindən bir zərrə düşsün. Allah dedi ki, duasını qəbul elədim, ay Musa, ged indi onun halına bax.
Həzrət Musa gəldi, qaydanda gördü, deyir, mən gördüm, onun bədəninin bütün zərrələri Allahı yad edirdi, Allahı zikr edirdi. Kimin ürəyində bir zərrə qədər Allahın məhəbbəti olarsa, o insan tam dəyişər görər. İnsanın da Allahı sevməsi üçün onun neymətlərini dəyərləndirməyə lazımdır. Onun neymətlərini tanıması lazımdır. Və o neymətlərdən biri də Əhl-i Beytin vilayətidir ki, bunu da deyim, sözümü tamamlayın. Dillər bu zikri çox deyin. Elhamdülillah aləl vilayə. Şükür olsun ki, bizi Əleyhisselamı və Peyğəmbər Əhl-i Beytini sevənlərdən qərar verdi. Böyük neymətdir bu. Xoş o gənclərin, cavanların halına ki, belə bir zamanda Əhl-i Beytin yolunu tuturlar. Xoş o ağsaqqalların halına ki, saqqalını, saçlarını Əhl-i Beytə xidmət yolunda ağardıblar. Bu məktəbə, bu əqidəyə xidmət yolunda ağardıblar. Bir nəfər gəldi İmam Sadiq Əleyhisselamın yanına, dedi, ənəl fəqir. Dedi, yəbnə Rəsulallah, mən fəqirəm, kasıbam. İmam Sadiq baxdı, dedi, əntəl qəni. Dedi, yox, sən kasıb dörsən, sən varlısan. Sənə, dalıysa dəlil gətirdi sözünə, dedi, sənə 10.000 qızıl dinar verim, bizim Əhl-i Beytin məhəbbətindən bir zərrəsini verməyə razısan, dedi, yox. 20.000 verim, dedi, yox. 100.000 verim, dedi, yox. Dedi, bütün dünyanın hamısını sənə verim, biz Əhl-i Beytin məhəbbətini verməyə razısan, dedi, yox. Gördün ki, varlısan. Sənə Allah verdiyi neymət dünyanın hamısından üstündür. Bütün Meşki oklana ne belsen
Allah'ın yanında en temiz adamım. Ama bak, aç bak gör məndən nə istəyir? Məndən hansı əməllər istəyir? Bu ürəyi təmizliyin bir əlaməti var ya yox? Bu ürəyi təmizliyin gəlir bir əlaməti olar. Deyirsən müsəlman ya xristiyan, baxırsan əməlləri ikisi də eynidir. Bir nəfər müsəlmanla xristiyan danışdı, dedi gəl İslama. Gəl müsəlmançılığa, gör onu nəsihət elədi. Sonra getdilər, içki məclisində ikisi də oturdu, içdilər. Donuz əti ikisi də yedilər. Haram əməllər ikisi də elədilər. Xristiyan baxsızdır ki, mən də sənin kimi müsəlmanam. Heç fərqi yoxdur da elə, sənlə mənim heç fərqim yoxdur. Bu sənin müsəlmançılığın haradadır? Onlar da fəsaddan bezib, biz hələ indi fəsada doğru istəyirik gedək. Biz xalq gedib səhvə doğru başa düşüb səhvdir. İndi biz hələ o yolun başlanğıcında istəyirik ona tərəf gedək. Onu da gediblər, təcrübə ediblər, görürlər sonu yoxdur onun. İndi istəyirlər qayıtsınlar, başqa bir yol axtarsınlar. Amma bizə onu başa salmırlar. Biz elə bilirik ki, qərbin inkişafına nail olmaq üçün gərək başımıza açaq. Sıltaq gəzdikcə üzr istəyirəm, daha çox inkişaf edirik. Biz belə başa düşürük. Amma yox, müsəlman qadındırsa, ürəyi təmizdirsə, əlaməti onun hicabdır. Bu əlamətdir müsəlmançılığın. Müsəlmanın əlaməti namazdır, orucdur, ibadətdir, günahdan çəkinməkdir. Əleyhisselamdan nəsihət edir. Sənə iki cümlə deyirəm. Birincisi budur ki, o kəslərdən olma ki, axirət istəyirsən, amma əməl eləmirsən. Bu bir. İkincisi, o kəslərdən olma ki, uzun arzularla tövbəni təxirə salır. Tövbəni, deyirsən, tövbə elə, deyir, inşallah eləyərəm. Vallahi bir saat da bir saatdır. Bir saatın da mənası var. Biz deyirik, hərdən Ramazan ayı gəlir, tövbə eləyərəm. Hətta gedərəm, tövbə eləyərəm. Məşədə gedərəm, tövbə eləyərəm. Sabah eləyərəm, bir gün eləyərəm. Amma indi bu saat eləsən daha yaxşıdır. Çünki saat keçdikcə çətinləşir. Belə təsəvvür elə, insanın içində iki dənə ağac var elə belə. Bir xəbis ağacdır, günah ağacı. Bir də itayət ağacı. O günah ağacı günahlarla böyüyür. Günahlar onun qidasıdır, suyudur. Savab ağacı da ibadətlərlə böyüyür. Hər ikisinin də məhsulunu özünüz götürəcək axırda. İndi bu ağac nə qədər balacadır, sən də cavansan, o günah ağacını kökündən çıxartmaq bir əlindən çıxardarsan. Görürsən, ağacı təzə bastırsan yerə, onu çıxartmaq daha rahatdır. Yox, zaman keçdikcə o ağacın kökü böyüyür, o özü ucalır, böyüyür, sən də qocalırsan. Sən zəifləyirsən, o böyüyür, onu da çıxartmaq çətin olur. Bəzən mümkün olmur. Odur ki, tövbə ilə cavan üçün yaxşıdır. 60 yaşda kişi da heç nə eləyə bilmir. İstəsə də günah eləyə bilmir, da tövbənin mənası nədir? 70 yaşda kişidir, eşitmişdiniz o gəldi, deyirlər Ayətullah Mişkinin yanına. Deyim, mən ömrü boyu zurna salmışam, cəmaat oynayıb. İndi gəlmişəm tövbə eləyəm. Ay Mişkini hələ çal zurnanı görüm çala bilirsən. Gördü ki, dişləri tökülüb çala bilmir. Biz də zurna çala bilməyəndən sonra tövbənin mənası. Yazandan da sonra tövbə eləsən qəbul edir. Özü də deyir, cavanlardan tez qəbul edirəm. Ta qocalardan. 15 yaşında uşaq daş atsa bir nəfərin şişəsini sındırsa, tamam qonşular yığışa deyər anlamayıb. O ev şişə sahibi də qəbul elər. Anlamayıb. İndi 40 yaşında bir daş atıb birinin şişəsini sındırıb. Kimə deyək bu 40 yaşında anlamır. Deyərlər bu 40 yaşında anlamaz və nə vaxt anlar. O adamı ki, hələ çox adam 40 yaşından sonra uşaq başı modu vurdurur. Bilirsiniz də. Çox adam cavanlığında